zamanlar birinci başlayıram present simple-dan. Present simple necə düzəlir? Bax, tutalım ki, tutalım. Birincisi onu deyəcəm sizə nəyi? Bax, bəzən uşaqların əksər vaxt səhv elədikləri nədir? Bax, birinci yadınızda qalsın ki, misal üçün deyirəm ki, to sleep. To sleep nədir? Yatmaq. Yatmaq. Aysa, bu nədir? Məstərdir də. Biz əgər indiki sadə zaman düzəldiriksə, məstərdən neyirik? Tunu atırıq. Feili şəxslər üzrə də. Misal üçün, deyirəm ki, I sleep, mən yatıram, you sleep, sən yatırsan. He, she, it olanda necə olacaq? Sleeps olacaq. Feil es qəbul edir. Düzdürmü? Amma çox şax neyinir? Bir şey bırakmaz. Çox şax neyinir? Götürür, misal üçün esselər göndərirlər və dəfələrlə deyirəm ki, ay uşaq, bax, sən əgər demək istəyirsən ki, onlar yatırlar, onda buradan hamısı güzgü kimi görülür, bilmiş olasınız. Bax, deyirəm ki, misal üçün, they are sleep yazın göndərir mənə. Tutan ki, onlar hər gün saat 9-da yatırlar. They are sleep yazır ki, orada at 9, nə bilim, every day. Bu ifadə səhvdir. Dəfələrlə demişəm sizə, əgər sizin cümlənizin xəbəri əsas verilən ifadə olunursa, ağla vermədən, to-be'nin formasını vermə. Sleep yaz və salam. Bir dənə üçüncü şəxsin təkində es yazacaqsan sonra. Bu qədər sadə. Niyə işinizi çətinləşdirirsiniz? Ən izardan sonra heç vaxt feilin birinci forması işlənməz. Verə bilərsən, davam etdiyi zamanda deyə bilərsən, are sleeping. Amma sən əgər zaman orada every day-dirsə, every year-dirsə, təbii ki, sən orada indiki davam etdiyi zaman deyə bilmərsən. İndiki sadə zamanla bilirsiniz hansı hərəkətləri bildirir. Bax, misal üçün, bu şeyi mən tez-tez təkrar edirəm və yaxud da ki, hər gündə eləməsəm, həftədə bir dəfə, ayda bir dəfə, ildə bir dəfə, nə bilim, ildə 2 dəfə elədiyim şeylər təkrarlanmış hərəkətləri bildirir və biz onu nə veririk? İndiki sadə zamandan veririk. Bəzən də nəyi səhv edirlər uşaqlar? Yenə də deyirəm, bax, deyirəm ki, biz hər ay kinoya gedirik. Yazır uşaq ki, we are going, deyək ki, to the cinema. Zaman zərfində nə verir? Verir every month. Bu səhvdir. Niyə səhvdir bu? Çünki sənin zaman zərfin hər aydır. Sən bunu hər ay təkrar edirsən. Niyə indiki davam etdiyi zamanda verirsən ki? Bu indiki davam etdiyi zaman odur ki, sən indi bu saat edirsən o hərəkəti. Yəni danışıq anım. Mən misal üçün dərs izah edirəm. Mənim bu hərəkətim indiki davam etdiyi zamandır. Siz həftədə 2 dəfə bura gəlirsiniz, definition yazırsınız, test yazırsınız. O hansı hərəkətdir? O indiki sadə zaman hərəkətidir. Həftədə 2 dəfə bura gəlirsiniz, ingiliscə. Hansı hərəkətdir? O indiki sadə zamandır. Çünki siz bunu hər dəfə təkrarlayırsınız. Bu təkrarlanmış hərəkətlərdir. Və ona görə də indiki sadə zamanı verəndə çox rahat şəkildə feildən tonu atdınız, bir dənə feilin özünü işlədirsiniz. Başqa heç nə eləməyinizə ehtiyac yoxdur. Və yaxud da üçüncü şəxsin təkindədir, görürsən sən mühtədən təkdədir, bir dənə es aldır da sonuna. She sleeps, misal üçün, he sleeps və salam. Demək, necə düzəldi? Məstərdən to hissəciyə atılır, üçüncü şəxsin təkində bir dənə feil nə qəbul edir? Es qəbul edir. Gəlin, indi görün sualı necə düzəlir. Bax, misal üçün deyirsiniz ki, they, nə deyək? Deyək ki, bir dənə feil deyək, nə deyək? They do a lot of deyək ki, test. Onlar çoxlu test işləyirlər, düzdür. Deyirəm ki, bu cümlənin sualını düzəldir. Birincisi, siz baxırsınız burada, bu cümlənin feili hansıdır? Hanım, do. Do nə deməkdir? Etmək. Aysa. Amonimdir do. Biri var, indiki sadə zamanın sualını və inkarını düzəldən do, o tərcümə olunmuş. Biri də var ki, etmək, əsas feili olan və etmək olan feil. İndi gəlin bunun sualını düzəldək. Necə düzəldəcəksiniz sualını? Bəli, do gəlir cümlənin əvvəlinə. Sonra mübtəda gəlir, they, sonra da bu feili gətirirsiniz bura. Do, they do, a lot of, nə? Test. İndi bu alsın, baxın, bu birinci do, sualı kağıtcada köməkçi feildir. Bu isə əsas feildir. İndi mən deyirəm ki, etmirlər. Onda necə deyəcək? İnkarı? Bəli, they don't do a lot of tests deyəcəksiniz. Aydındır? Hə? Don't they do. Hədə don't-dur da. Nə deməz? Hə? Nə? İnkarı sual nədir? Olur da. Hə, sual inkar forması don't-dur. Etmirlərmi? Hə, eləyə bilər, düzsün. Məsələn, deyirəm ki, onlar test eləmirlər. Don't they do a lot of tests? Hə. İndi olasın, inkar necə oldu? Don't-la oldu. Aydındır? Gəldik indi üçüncü şəxsin təkinə. Tutalım ki, deyir ki, bax, she reads. Deyək ki, she reads a book.
A book every day. Hər gün kitab oxuyur. İndi every day yazmıram. Deyirəm ki, aşağıda sualını düzəlt. Necə düzəldəcəksən? Readsə baxırsan, görsən ki, sənin feilin indiki zamandadır. Düzdürmü? İndiki zamandadırsa onun sualı nə olacaq? Olacaq does. Sonra mübtəda gələcək, sonra əsas feil gələcək. Amma əsas feil nesi? Düşəcək, mütləq düşəcək. Çünki do, does deyirsənsə, artıq sən orada feili heç vaxt şəxsə zamana görə dəyişə bilmərsən. İnkari necə olacaq? Olacaq. She doesn't read a book deyəcək. Düzdürmü? İndi qulaqsın. Bir də bir şey deyim sizə. Sual cümlələrində bu sizə düşəcək. Baxın, ümumiyyətlə do, does deyirsinizsə cümlədə. Misal üçün, do gətirmirsən mübtədanın qabağına, hə? Mütləq o mübtədandan sonra sənin əsas feilin olmalıdır. Sıralamaya fikir verin. Bu təkcə zamanlarda yox, həm də sual cümləsində sizə lazım olacaq bu qayda. Gördüm ki, do var, sonra mübtədan gəlməli, sonra mübtədadan sonra mütləq əsas feil gəlməlidir. Mütləq. Burada da does gəldisə, sonra mübtəda, sonra sıralama bu şəkildə getməlidir. Köməkçi feil, mübtəda, sonra əsas feil gəlməlidir. Sonra don't, doesn't deyirsənsə, don't, doesn't-dan sonra sən mütləq əsas feil verməlisən. Bəzən olur ki, uşaqlar yazırlar ki, misal üçün deyir ki, bu bizim üçün o qədər də önəmli deyil. Misal üçün deyir ki, nə deyək, çoxlu telefon oynamaq bizim üçün o qədər də önəmli deyil deyəndə, deyirəm ki, playing a lot of games. Burada yazır ki, uşaq, doesn't important for us, doesn't important. Düzdürmü doesn't important? Xeyr, niyə səhvdir? Çünki sən doesn't deyirsənsə, don't deyirsənsə, ondan sonra feil gətirməsən, sifət niyə gətirirsən ki? Əgər sifətin, ismin, inkarını düzəltmək istəyirsinizsə, onda to be formasından istifadə edəcəksiniz. Isn't deyəcəksiniz, aren't deyəcəksiniz. Aydındır? Deməli, don't, doesn't nəyin inkarını düzəldir? Nəyin? Əsas feilin inkarını düzəldir. İsmin, sifətin inkarını düzəldəndə biz nədən istifadə eləməliyik? To be formasından. Deyirəm ki, misal üçün da, maraqlı deyil, bu maraqlı deyil. Necə deyərəm? Bu maraqlı deyil deyəndə, it isn't interesting deyirəm, düzdür? Amma deyirəm ki, deməli, deyirəm ki, mən tutalım ki, istəmirəm, mən getmək istəmirəm deyəndə, necə deyəcəm? I don't want. Niyə burada don't dedim? Çünki want feilinə aiddir, istəmək feilinə aiddir. Deməli, don't, doesn't nəyin inkarını düzəltdi? Əsas feilin inkarını düzəltdi. Yadda qalar? Yaxşı. Gəldi indiki sadə zamanın zaman zərflərinə. Biri var cümlənin ortasında gələnlər hansılardır? Tutalım. Always, always nədir? Həmişə. Usually nədir? Adətən, bəli. Often nədir? Tez-tez, bəli. Yaxşı. Seldom nədir? Seldom. Nadirən, nadir hallarda. Və sometimes nədir? Bəzən, bəli. Sometimes, bəzən. Really, bu isə inkarlıq bildirir. Baxın. Bu da nadir hallarda deməkdir və inkarlıq bildirir. Bunlar harada istifadə olunur? Cümlənin ortasında. Yəni, əsas feildən əvvəl, köməkçi feildən sonra gəlir. Bu qədər dərsə qulaq. Bax, misal üçün deyirəm ki, she usually, nə deyək? Deyək ki, sleeps, nə deyək? At 10. O adətən saat 10-da yatır. Harada gəldi usually? Gördünüz, əsas feildən əvvəl gəldi. Cümlənin əvvəlində, cümlənin axırında işlədə bilərsinizmi? Qətiyyən işlədə bilmərsiniz. Essedə də yazsınız, o səhv götürüləcək. Bax, bilin ki, burada hər izah olunan bir şey essedə təsir edir. Siz təkcə qaydaya görə öyrənmirsiniz, essedə görə öyrənirsiniz. Bunlar hamısı qrammatik səhv gedir. Deməli, harada gəlir bunlar? Cümlənin, bircə dənə sometimes cümlənin başında gələ bilər. Həm cümlənin başında, həm də ortada gələ bilər. Və misal üçün, deyirəm ki, onlar adətən, onlar həmişə saat 5-də evdə olurlar. Necə deyəcəm? Olurlar deyəndə, are, bəli. They are always at home. Saat neçədə? At 5 deyək, 5-də. İndi harada gəldi always? Harada gəldi? Köməkçi feildən sonra. Baxın, əsas feil varsa, əsas feildən əvvəl gəlir. Köməkçi feil varsa, köməkçi feildən sonra gəlir. Nələr? Always, usually, often, seldom, sometimes, rarely. Harada gəlir? Əsas feildən əvvəl, köməkçi feildən sonra. Bir də bir şey yadda saxlayın. Bunlar həm də keçmiş sadə zamanla işlənilirlər. Nə deməkdir? Deyirəm ki, mən şagird olanda, necə deyirəm bu cümləni? When I was a student, mən həmişə dostlarımla kinoya gedirdim. I always went to the cinema with my friends. Bax, gördünüz, burada always işlətdim. Niyə? Çünki mən öz uşaqlığımdan, öz tələbə vaxtından danışıram. Mən şagird olanda, ya da tələbə olanda gedirdim. Əgər keçmişdən danışırsınızsa,
bunları həm də keçmiş sadə zamandan istifadə edə bilərsiniz. Bir də yadda saxlayın ki, bunların istifadə olunması üçün mütləq cümlədə keçmişə aid hər hansı bir işarə olacaq sizə. Ya last deyəcək, ya when-lə olacaq və keçmiş zamanlı bir cümlə deyəcək. Ondan biləcəksiniz ki, aha, bunlardan sonra keçmiş sadədə istifadə edə bilərik. Aydındır? Yadda qalar? Yaxşı, və cümlənin sonunda gələnlər hansılarıdır? Every ilə olan ifadələr. Nə? Every day, every week, every year və s. Every day, tutalım ki, every week, every Sunday deyə bilərik. Bir də dəfə mənasını bildirənlər. Once nə deməkdir? Once. Bir dəfə. Bir dəfə, twice. İki dəfə. Three times. Nə deməkdir? 3 dəfə. Nə bilim, 10 times, 10 dəfə. Nə bilim, bir sözdə də miqdar sayı üstə qədər times olanda olur dəfə. Bax, deyirəm ki, 100 dəfə sən deyirəm ki, dərslərinə yaxşı hazırlaş. Necə deyəcəm? Hə, I say to you, nə? Hə, 100 times. Bax, görsən, 100 times to prepare for your lesson well. Baxın, burada gördünüz, yəni miqdar sayı üstə gəl, times olanda nə olur? Dəfə mənası. Üstə gəl, nə? A day, sonra a week, sonra nə? A month, bəli, a year deyə bilərik. İndi gəlin bunları tərcümə edək. Necə deyirik bunu? Deyirəm ki, ildə 2 dəfə. Necə deyirsiniz? İldə 2 dəfə. Twice a year. Gündə 5 dəfə. Once a day. 5 dəfə. 5 times a day. 5 times a day. Ayda 2 dəfə. Twice a month. Həftədə 5 dəfə. Yox, həftədə 6 dəfə. 6 times a week. 6 times a week. Gördünüz necə işlənir? Bax, elə bir cür dəfə bildirən sözlər, üstə gəl, a day, a week, a month, a month, a year olanda bunları harada gördürsə indiki sadə zaman olacaq. Bildiniz? Misal üçün deyirsən ki, həftədə 2 dəfə mən ingilis dərsim olur. Necə deyərsən? Həftədə 2 dəfə ingilis dərsim olur. I have English lesson and English lesson twice a week. Twice a week. Görürsünüz, hər burada nədir? İndiki sadə zamanda, bəli, olur mənasında. Aydındır? Hə, bir də onu deyim sizə, indiki sadə zaman bilirsiniz hansı hərəkətləri bildirir həm də. Təbiətdə, cəmiyyətdə baş verən faktları bildirir. Bax, fakt cümlələri. Və yaxud da ki, kiminsə xarakterindən danışsa, deyirsən ki, mənim anam dadlı yeməklər bişirir. Deyirəm ki, my mother cooks. Delicious meals. Bax, burada cooks dedim. Niyə cooks dedim? Çünki she deməkdir. Özdə mən ümumiyyətlə deyirəm də, anamın xasiyyətindən danışıram. Və yaxud da deyirəm ki, misal üçün, Ergün çox danışır. Ergün talks a lot. Düzdür, və yaxud da speaks a lot deyirik. Niyə görə burada speaks edir? Çünki o həmişə edir mənəcədir. Düzdür? Yəni o xasiyyəti var. Yaxşı, sakin. Ümumiyyətlə, kiminsə xarakterindən danışanda biz nə deyirik? İndiki sadə zaman deyirik. Yaxşı, bir də bir şey deyim sizə. Bax, misal üçün deyirəm ki, su 100 dərəcə Celsiusdə qaynayır. Boils. Bax, pain to boil. Boil nədir? Qaynamaq deməkdir. Düzdür, boil qaynamaq. Amma su qaynayır deyəndə deyirəm water boils at 100 Celsius degree. Su 100 dərəcədə donur. Necə deyəcəksiniz? Painimiz freeze. Baxın, to freeze. Donmaq deməkdir. Deyirsiniz water freezes. Niyə freezes dedik? Çünki itdir, bəli. At 0 degree Celsius. Baxın, burada gördünüz, Celsius degree. Burada necə olur? İndiki sadə. Niyə? Çünki həmişə belədir. Aydındır. Deyirsiniz ki, payızda yağış yağır. Hə. Payızda yağış yağır. Çox yağış yağır. It rains a lot in autumn. Bax, burada görürsünüz, it rains dedim. Özə bu arada deyim sizə, raindir, snowdur. Rain yağışdır, həm də yağış yağmaqdır. Snow həm qardır, həm də qar yağmaqdır. Əgər qarşısında it gəlirsə, onda yağmaq. Deyirəm, it rains, yağış yağır. It snows, qar yağır. İndi yağır deyəndə deyirəm, it is raining, it is snowing. Bildiniz? Bəzi uşaqlar ona, mən esək göndərənə baxıram, səhv yazırlar ona. Rain həm yağışdır, həm də yağış yağmaqdır. Həm feil, həm də isim kimi işlənir. Bunu bildiniz? Keçdik keçmiş sadə zamana. Keçmiş sadə zaman 2 cür olur. Bir, qaydalıdırsa idi ilə, misal üçün, play sözü qaydalıdır. Keçmiş zamanda necə olacaq? Late, idi ilə olacaq. Bəli, qaydasızdırsa, si nədir? Görmək. Keçmiş zaman nə olur? Sol. Si başqa şeydir, o üçüncü formadır. Onu biz bitmişlərdə keçəcəyik. Deməli, 2 cür olur. Köməkçi feili də nədir? Did, sualda. Didn't, nədə olur? Didn't. İnkar. Bəli. Tutalım, deyirəm ki, nə deyək? Deyək ki, she played the piano, 2 hours ago. Hə? İndi mən deyirəm ki, bunu sualda düzəldim. Necə deyəcəksiniz sualda? Görən feilim idilikli qəbul ilə
feildir və keçmiş zamandadır. Tez ağlıma gəlir ki, aha, burada nə ilə düzəldəcəm? Deyirəm. Amma did dedimsə, və idisini atacaq. Necə olacaq? Deyəcək, did she play? Did piano. O pianino çaldı mı? Deyəcək. Bəs yaxşı, sualda necə deyəcək sualda? Sualda da deyəcəksiniz ki, o piano çalmadı. Necə deyəcək? She didn't deyəcəksiniz. She didn't play the piano. Yaxşı, deyin ki, baxın, bir dənə cümlə deyəcəm. Deyin ki, mən dünən dərslərimi eləmədim. Hə, necə deyək? I didn't do my lessons yesterday. Dünən mən saat 9-da yatmadım. I didn't sleep at 9 o'clock yesterday. Baxın, gördünüz, burada yatmadım, eləmədim deyəndə dı-dı, şurada keçmiş ki, bilməm nədir o Azərbaycan dilində. Ona uyğun gəlir də bu. Baxın, əgər siz cümləni ağlınızda deyirsiniz ki, misal üçün, mən tutalım ki, nə bilim, dünən partiya getmədim deyirəmsə, sən burada niyə görə go deyirsən? Deyirsən, yox, niyə deyirsən ki, don't? Deyirsən, I didn't go, düzdür? Çünki keçmişdən danışırsan, keçmişdən danışanda orada inkarı didn't olacaq. Yadda qalar. Yaxşı, gəldik bunun zaman zərflərinə. Zaman zərflərimiz hansılardır? Bəli. Yesterday nədir? Dünən. Bəs sırağa gün nədir? Bəli. The day before. Nə? Yesterday. Bu artikelda düşürəm. Yesterday. Artikelda baxdım. Ego nədir? Əvvəl, bəli. Sonra nə var? Lastla olan ifadələr. Last week, last year, last month və s. Sonra dəqiqlik göstərilərsə, misal üçün, in 1999 bunlar olarsa, sonra nə olarsa, sonra. Yox, siz deyil, yox. Bir də, misal üçün, kimisə uşaqlığında deyəndə, deyirəm, in my childhood, uşaqlığında. Məsələn, deyirsən ki, nə bilim, cavanlıqda deyəndə, necə olacaq cavanlıqda deyəndə? Use, in someone's use, misal üçün, deyirəm, in his use, onun cavanlığında. Deməli, bu ifadələri gördünüzsə, birinci keçmiş sadə zamanı yazacaqsınız. Onu gəlin işlədək. Deyirəm ki, 2 saat bundan əvvəl mən dərslərimi bitirdim. Necə deyərsiniz? Bəli, I finished my lessons 2 hours ago. Düzdür? Və yaxud da deyirsən ki, 5 gün bundan əvvəl mən Qəbələyə getdim. I went to Qəbələ, nə? 5 days ago. Bax, harada bunları gördünüzsə, birinci keçmiş sadə zaman olacaq. Bildiniz? Keçmiş sadə zaman zərfləri hansılardır? Bax, bunlar əzbər bilməsiniz, əzbər. Bir də bir yadından çıxdı sizə demək. İndi qulaq asın uşaqlar. Tutalım ki, sizə belə bir cümlə düşür. Yazır ki, she is invited. She is invited. She is invited, deyək ki, to the party. Bu düzdür. Amma, hansı zamandır bu? İndiki nə? İndiki keçmiş olur, indiki bitmiş hər fəzlə olur. Ağzına gələn danışılır. Bax, bu indiki sadə zamanın məfsul növüdür, ayvalar, məfsul. Testlərdə görəcəksiniz, and, is, are, üstəgəl idilik feil verilirsə və yaxud da kökündən dəyişir, üçüncü forma feil verilirsə, zaman olaraq indiki zaman, sadəcə məfsul növdədir. Düz məfsul növü keçməmiş verirlər test. Ona görə deyirəm ki, elə deməsəydim, elə gedib keçmiş zaman götürəcəkdir onu. Bax, is invited, yəni burada deyir ki, o partiyə dəvət olunur deməkdir. Baxın, tutan deyirəm ki, onlar, bura qulasın. Onlara deyirəm ki, göndərilir. Onlara nə bilim hədiyyələr göndərilir. Nə olacaq? They are sent, deyək ki, presents, hədiyyələr. Bu düzdür və bu hansı zamandır? İndiki sadə zaman məhsul növüdür. Gördünüz ki, and, is, are, üstəgəl, qaydalıdırsa idirik feil, qaydasızdırsa üçüncü formal feil gəlirsə, o keçmiş zamandır. Biz onu düzü keçəcəyik. Amma bu zamanlarda verirlər, ona görə deyirəm ki, çaşmırsınız. O indiki sadə zamandır. Aydındır? İndiki sadə zaman nə edir? Məhsul növüdür. Eləcə də, word-lə veriləndə. Misal üçün, yazır ki, was discussed. Was discussed hansı zamandır? Was discussed. Keçmiş sadədir. Amma hansı növüdür? Məhsul növüdür. Müzakirə edildi mənasını verir. Mən nəhayət sonuncu gəldik gələcək zamana. Bunu da deyirəm, yekunlaşdırdım. Gələcək zaman necə düzəlir? Will-lə, bir də shall-lə düzəlir. Shall ancaq və ancaq, bir də will-lə işlədir. O lazım deyil. Will ayla will-lə ancaq daha doğrusu, shall ancaq ayla will-lə işlədir. Amma I, will həm də will-lə də işləmə bilər. Will-lə də, yadınızda qalsın. I
will şərlə də işlənə bilər, will-lə də. Amma şər başqa heç nə işlənə bilməz. Mənası acaq əcək deməkdir. Acaq əcək gələcək zaman şəkilsiz. Düzdür Kənan? Biz acaq əcəqə hara artırırıq? Hə? İsimə, sifətə yoxsa feylə? Hə? Hara artırırıq? Feylə, bəli. Amma ingiliscə feylə sonuna artırılır, əvvəllə artırılır. Bax, deyirəm ki, mən gedəcəm. Necə deyirəm? I will go, gələcəm. I will come, görürsünüz will-dən sonra. Və ya da deyirəm ki, mən bunu edəcəm. Necə deyirəm? I will do this, I will do this. Will-dən, shall-dən sonra mütləq əsas feil gəlməlidir, mütləq. Və bu feil heç vaxt şəxsə zamana görə dəyişməz. Nə deməkdir? Sən heç vaxt deyə bilmərsən ki, I will finished, I will finished. Deyə bilərsən? Yox. Niyə? Çünki finish idi. Yox, heç səhv yox. Bitirəcəkdim demək istəsənsə, deyir I would finish, I would finish. Ümumiyyətlə, will-dən, shall-dən sonra gələn feil heç vaxt şəxsə zamana görə dəyişə bilməz. Yadda qalar. Bəs yaxşı, mən bunu sifətlə işlətməsin. Deyirəm, mən xoşbəxt olacam. İnanmam ki, gələcəkdə xoşbəxt olacam. I will be happy in the future. Will happy deyə bilərsiniz, will happy. Yox, niyə happy orada sifətdir. Əgər mən onu deyirsən ki, mən həkim olacam. I will be a doctor. Mən I will a doctor desəm, necə tərcümə olunacaq? Həkiməcək, həkiməcək. Yəni, ümumiyyətlə, feillərə artırılır bu. Ona görə özündən sonra mütləq feil gəlməlidir. Yadda qalar, sual inkarı necə düzəlir? Bir şən keçir qabağa. Çox asandır. İnkarı necə olur? Will not. Will notun. Bura qulaq, hey. Buqar, yatma. Will notun inkarı necə olur? Qısa inkarı necə olur? Won't. Baxın, will notun qısa inkar forması won't olur. Aydındır, will notun qısa inkarı won't olur. Bu won't-la bu won't-u qarışdırmayın. Bu istəmək deməkdir, başqa şeylər. Bu istəmək də əsas feildir, bu isə acaq əcəkdir. Daha doğrusu inkarıdır da. Və gəldik bunun zaman zərflərinə. Bəs yaxşı, deyin görün, bunun zaman zərfləri hansılardır? Tomorrow. Tomorrow nədir? Tomorrow. Sabah. Ay, bəs bir gün nədir? Bir gün. Bəli, dedi. After. Nə? Tomorrow deyəcəksiniz. Dedi, after tomorrow olacaq, düzdür. Bəs yaxşı, sonra next-dən olan ifadə. Next week, next year, next month. Soon, bəli, tezliklə. In the future deyə bilərik, gələcəkdə. In the future, düzdür. After, baxın da yox. After şey deyil. Başqa, after bağlayıcı, o iki cümlə bir-birinə bağlayır. Sonra deyəcəm nəyə? Hə, inlə olan ifadələr. Misal üçün deyirəm, inə deyil. İnə deyil necə tərcümə olur? Bir gündən sonra. Və ya da deyirəm ki, in 5 weeks. 5 həftə sonra. Bax, bunları gördünüz, bilin ki, gələcək. 5 həftə içində. İçində də, hə, yəni o mənim içində, hə? Dəqiq il gələcək deyirsən. 2027 desəm, orada olacaq gələcək. Amma 2023 desəm, 20 desəm, orada olacaq keçmiş sadə. Aydın, bir də tonight da var. Tonight başlanı deməkdir. Tonight. Bunlar nədir? Gələcək sadə zamanın zaman zərfləri. Yadda qalar. Yaxşı, indi bir dənə bağlayıcılarda deyirəm, ondan sonra yekunlaşdırırım. If nə deməkdir if? Əgər. As soon as nədən? Kimin? Sonra, til nədir? Til. Til bərabərdir antil, eyni şeydir. İkisinin də mənası kimi qədər deməkdir. Sonra nədir? After. After nədir? Sonra. Bəs before nədir? Əvvəl. Bəs when nədir? When. Anda əndə. When, anda, əndə. İndi qulaqsın. Bu bağlayıcılar iki cümləni bir-birinə bağlayır və tabiri mürəkkəb cümlə yaradır. Bax, deyirəm ki, əgər dərsəni yaxşı oxumazsan, universitetə girməyəcəksən. Bax, bu cümlədə necə deyirəm? Bax, görürsən, iki dənə cümlə var. Əgər yaxşı oxumazsan, universitetə girməyəcəksən. Görürsən, iki dənə cümlə var. If you don't study well, you will not enter the university. Gördünüz, iki dənə cümlə. Və bilin ki, bunlar iki cümləni bir-birinə bağlayır və burada ardıcılıq necə olur? Bu bağlayıcının işləndiyi cümlə, budaq cümlə deyirik. Və bu budaq cümlənin içərisində gələcək zaman işlənir. Bu budaq cümlənin içərisində nə işlənir? O tərəfə əzim yazılsın, neysə. Keçmiş. İndi qulaqsın. Və burada necə olur? Bax, bir dənə if nümunə yazacağım, hamısına aiddir dediklərim. Bir də annesi yadından çıxı yazmaq. Annesin mənası masa məsələ deməkdir. Bir də buna aid cümlələr göndərəcəm sizə. İndi qulaqsın. Baxın, tutan deyirəm ki, if you come early, əgər tez gəlsən, if you come early, deyək ki, mən nə edəcəm? Deyək ki, I will give you a gift deyək ki, sənə hədiyyə alacaq, verəcəm. İndi qulaqsın. Bax, birinciyi yadda saxlayın. Bu bağlayıcının işləndiyi cümləyə budaq cümlə deyirik. Nə deyirik? Budaq cümlə. Digər cümləyə deyirik.
baş cümlə. Mən sizə deyəndə ki, bu da baş, o saat yazıda saxlayın ki, bağlayıcı olduğu cümlə bu da, bağlayıcı olmadığı cümlə baş cümlə deyil. Bu budaq cümlə baş cümlədən əvvəldə gələ bilər, sonra da gələ bilər. Belə də deyə bilərəm cümləni. I will give you a gift if you come early. Ha, bu cümlə deyə bilər. Amma əvvəldə gələndə özündən sonra vergül qoyulur. Gördünüz, vergül qoyulur. Baş cümlə başlayanda şu vergül qoyulur. Və bir şey yadda saxlayırsınız ki, bu cümlədən, budaq cümlədən qətiyyən gələcək və bitmiş zaman işlənməz. Yəni, will, would qətiyyən işlənə bilməz. Burada ya indiki sadə zaman verirsiniz, ya da keçmiş sadə zaman verirsiniz. İndi mən bu cümləni keçmişlə vermək istəyirəm. Deyirəm ki, vaxtında gəlsəydin, deyirəm, if you came early, gördünüz ki, elədim keçmiş. Əgər vaxtında gəlsəydin, neynəyəcəkdim? Mən sənə hədiyyə verəcəkdim. Bu, burada işlədim. Gördünüz, bunun mənası keçmişə nəzərən gələcək zamanda. I would give you a gift deyəcəm, verəcəkdim. Deməli, baxın, bir də təkrar edirəm. Bu would var, would-un mənası acəkdə, əcəkdə deməkdir. Yəni, o da gələcək zaman, amma keçmişə aiddir. Keçmiş zamanlı cümlələrdə istifadə olunur. Deməli, bir də təkrar edirəm, buna dediyim söz bunların hamısına aiddir. Gördünüz ki, bağlayıcı olan cümləniz var. Bilin ki, onun içərisində gələcək verməyəcəksiniz. Nə hansı zaman verəsiniz? Ya indiki sadə, ya da keçmiş sadə. Əgər indiki sadə verdinizsə bağlayıcı olan cümlədə, o bir tərəfdən zaman verəsiniz. Ya gələcək, ya da indiki sadə. Keçmiş versəz, o bir tərəfdə də keçmiş olacaq. Bu qədər. İndi bir kərə test nömrəsən. Baxaq. Baxaq mı? Baxaq da. Baxaq bir nömrəyə baxaq ki. Sonra bir yanım deyil, zamanla görsən haradadır. Səhifə 200 sıra ama. Yanım deyil. Aşağı gedim ben. Biz atıslardadır bana. Bir daha burada. Baxın bir dənə, diqqətlə qulaq. Hamının diqqəti burada olsun. Bir iki nümunə deyəcəm, ondan sonra keçək listinə. Bax, burada nə var? If. Düzdür. Bax, gördünüz, tomorrow-ya aldanmayın, ha. Tomorrow-nu görərsiniz, biz gələcəyə yazacaqsınız. Ev gündən burada diqqət edirsin. Hamı burada. Burada tomorrow-nu görüb bilə qaçmayın. Niyə? Çünki if var burada. If varsa, indiki bitmiş getdi. A getdi, gələcək getdi, D də getdi. Qaldıq C-nin yarasında, indi uzlaşmaya başlayaq. C-də vent hansı zamandadır? Vent hansı zamandadır? Keçmişlə gələcək uzlaşa bilər? Yox. Deməli, cavab nə qaldı? Aydındır. Deməli, niyə burada gələcək yazmadıq? Niyə? İfə görə. Bağlayıcı görə yazmışsınız. Varlıqları şəpatmaq olur. Olur. Hamısı ifdir ki bunlar. Yaş neyinək? Baxaq da ifədən. Tək if olsun. Gəldik bura. Yine burada ne görürüz uşaqlar? Ne var burada? Diyanələr, gözləl. İf var. Düzdür, if. Allah tərtibiyə. Deməli, ifdən sonra, bax, burada. Hansı zaman yaza bilmərik? Gələcək. İkinci səfərdə gələcək olmaz. B getdi bilə görə. D getdi həzə görə. Üçü bitmiş ola bilməz. Bir getdi. Bu da getdi bilə görə. A-da cavab. C ne olmadı? Bir gələcəkdir, B keçmiş zaman. Keçmişlə gələcək uzlaşa bilməz. Nə zaman? Bağlayıcı olan cümlələr. Yadda qalar. Yaxşı. Keçdik digərlərlə. Yəni görün. Gəldik ven olana. Baxın. Ven var burada. Keçmiş zaman olmalı. Ven var. Burada cavab C var. Yanında bir dəqiqə gözlə. Hanı bu cümlənin şey? Vergül var. Ven de bir, burada. Cümlə burada. C var. İndi qulaqsın. Burada hansı zaman var? Keçmiş nə ilə uzlaşır? Keçmişlə uzlaşır. A getdi, rings indikidir. Will gələcəkdir. Həz indikidir. Bağlayıcı olan tərəfdə bitmiş olmaz. Bağlayıcı olan tərəfdə hər, həz, hər, üstə gəl, feilin üçüncü forması olmaz. Bitmiş zaman olmaz. Bəs mən olanda indiki sadə nə qoyulur? İndiki sadə gələcəksən. Ya da indiki sadə. Hamısı belədir. Təkcə qeyd edir. Bütün bağlayıcıdır. Ya indiki ilə indiki ilə gələcək, ya da keçmişdən keçmiş olur. Yadda qalan? 6 7-də. Bunlar hamısı şeydir. Burada gələcək zaman yoxdur ki. Bir də gözün başlayalım. Bir də gözün. Bir də bundan da baxaq. Ven var. Baxın, cümlədə nə var? Bir gedir. Aysa, başda gəlir. Başda gəlir. Burada nə olmaz? Birinci tərəfdə. Gələcək olmaz. O getdi. Bitmiş də olmaz. Bax, hər gün bitmişdir, getdi. İndiki bitmişdir, getdi. Niyə deyil səhvdir? Bir də bir şey deyim sizə, bir də bir ipucu deyim sizə. Ümumiyyətlə gördüyünüz cümlədə when, as soon as, till, until varsa, bilin ki o cümlənin heç bir tərəfində nə başında, nə budağında indiki bitmiş olmaz. İndiki bitmiş olmaz, yoxdur istisnası. Bildiniz, harada gördünüz when, if, as soon as, till, until, before var?
heç bir tərəfində nə başda, nə budaqda hər, həz, üstəgəl participle to yaza bilmərsiniz. Yəni ki, bitmiş zaman yazılmasın. Yadda qalar. Hə, indi açın isim bilirik. Mən ki, əsnaflar verin.